Herkese salam dostlar. Bugün sizlərlə bərabər car parkingdə yığdığım maşınları incələyəcəyik. Bu maşını onsuz da hər biriniz bilirsiniz. Oyun öz verdiyi maşındır. Keçək qarajımıza. Sırayla sıralayacağım. Yəni sürüş test eləyəcəyik. Ona görə videomuz biraz uzun olacaq. Belə bir dənə 07'miz var. Laiperdog, Cavan Stil, Azelov. Qabağında da Azilov, bufersiz. Qabaqla arxa bufer yoxdur. Motorunda yığmışam. Keçək bura. Tuning motoru baxın bu motordandır. 3.8 motordur. Deməli 3.8 motor. Yəni ki qəşəngdir. İstəyən olsa bu maşınların bir dənəsini qəşəng yığdım maşından, birini pay verəcəm takipçilərimin birinə. Keçək bana sürüş testinə, səs testinə. Bax gör nətərdir. Deməli belə maşınımızın sürüşünü yoxlayaq. Laiperdog, bufersiz, Azelov. Bir dənə səsini yoxlayaq. Buna da gəldi. Kimsə mənim maşınımı dəyişdirmək istəyir. Yox, dəyişmirəm. Mafya. Başım bırax. Satır maşını bağlayaq. Get. Deməli keçək. Nəyə? Sürüşə. 3, 2, 1. Dalı biraz çox pis sürüşür. Sürünmə var. Bunu pay vereyim takipçilərimin birine. Yoksa başka bir tanesini. Keçək başqa maşınlara. Bu da qaldı burada. Deməli belə 07'mizi təqdim elədik. Keçik bir dənə Priora. Bir dənə belə qapı qara, zil qara. Qəşəng diskləri üstündə. Arxasına da Azelov yazılır. Bildiyimiz yerləndir bu maşın. Bu maşın çox idealdır. Keçək bunun nəyinə keçək. Keçək bunun motoruna bax ki, bunun motoru necə motordur. Bunun motoru da bundandır. Bu da vardı, bunda bu da vardı. İkisindən istifadə etmək olur, bilmirəm. Siz deyin də. Siz deyərsiniz istifadə etmək olursa. Barış bir dənə bundan birini qoşaq buna gerək. Nə olur ha? Birinci buna bir dənə turbo qoşuram. Turbo qoşdum. 1500'də bir dənə bunu qoşuram. Yoxlayaq. Getdik. Keçək yoxlayaq. Deməli gəldik bu gözəl Prioramızı yoxlamağa. Amma mən də səhvlik elədim. Yəni bunu 07'yə qoşardım. Birinci bunun səsini yoxlayaq. Mollet'in səsi bundan lap çox çıxır. Nəsə elə bil. Heç sürüşə keçək, görək nə olur. Yox, bu uçur. 100 neçə saniyə yığar bu. Sayaq da 3, 2, 1, 1, 2, 3, 4, 5 saniyə yığır. Sizin xətrizə bundan bir dənə drift eləyək. Arkası da alıp bir dənə drift edeyim. Keçək o biri maşınlara. Belə videoların devamı gələcək. Deməli qəşəng Prioramızı tanıtdıqdan sonra Türk qaqalarımın sevimlisi Topaşın gəlişini izləmək istəyirəm. Topaşın gəlişini izləmək istəyirəm. Yaxşı olmadı. Bax, Tofaşımızın belə bir diskləri.
Bu da cavan stil. Azelovu. AOY'si. Başka neyi? Cilək motoruna. Tuning. Bu motordur. Bu. Heç nə canı sağ olsun bizim Topaşımızın. Əslində motor olsun. Keçək bunu da yoxlayaq. Bunu da yoxlayaq. Görək. Topaş nə tərcih edir? Topaş. Tüklərin sevimlisi. Deməli, bunun birinci, bunu keçməmişdən qabaq, bu maşını keçməmişdən qabaq. Sizcə hansı idealdır maşınların? Deyin, bunun birinci səsini yoxlayaq. Oy. Yəni buna baxın, sizin xətrinizə bir şey eləyəcəm. Bunu sıxın. Allah. Allah bu ideal. Deməli, keçirik nəyə? 0.15-ə. Bax, bu 0.15 tam mənim qaqalarımın 0.15-idir. Qotti, motti. Azelov style. Qara, zil qara. Bunun motoru nədir? Buna adi motoru qoymuşdum. Mən görsə adi motordur bu. Bax, bu niyə girdi ora? Bax, bu niyə girdi ora? Bilmədim axı. Belədir. Bunu da yoxlayaq sizin üçün. Keçəyirik o biri maşınlara. Deməli, keçək belə bir dənə. Deməli, keçək belə bir dənə 0.15-ə. Zor. İndi baxımız səsini yoxlayaq. Bizi bir bunu sürək, kameranı dəyişdir. Bakalım bu da gedir. Bu da qəşəng gedir. Bakalım biləmək. Keçək o biri maşınlara. Ben hansını hediye vermek size? Yorumlarda en çok hansını isteseniz ona vereceğim. Ben hediye vereceğim. Özbabat pul koymuşam hamısına. Bu da axırıncı belə bir dənə maşınımızdır. Passatqalı yerlə. Və motor desən, motor karokkası ideal vəziyyətdə. Ümumiyyətlə bu maşının hər şeyi var. Hər şey bu maşındadır. Deməli, keçək bu maşınımızı da yoxlayaq. Deməli, bu maşınımızın bir dənə belə özəlliyi var. Pəncərəsi açılır. Panorama lüku var. Bomba kimi. Bunun səsinə baxaq da sizə görə. Bu drift makinesidir bildiyimiz. Bundan ancaq drift atasan. Deməli, bu videonun da sonuna gəldik. Deməli, hansı maşını verməmi istəyirsə istədiyə yazın. İstədiyinizi verəcəm sizə həqiqətən. Bu səs də axırıncı səs olsun.